Salam, hər vaxtınız xeyirli olsun əziz və dəyərli dostlar. Ölkənin bir nömrəli hava səhifəsinin dəyərli izləyiciləri. Sizlərə bəzi xəbərləri nəzərinizə çatdırmaq istəyirəm. Hava şəraiti dəyişməsi ilə bağlı bugün günün ikinci yarısına, ayın 29 iyun günün ikinci yarısına etibarən növbəti bir neçə gün ərzində hava şəraiti dəyişkən olacağı, bir qədər şiddətli küləklərin olması və temperaturun bir xeyli aşağı enməsi və günün bəzi saatlarında Bakı və Abşeron yarımadası daxil olmaq Respublikamızın əksər bölgələrində, xüsusilə dağlıq və dağətəyi bölgələrində havanın yağıntılı keçməsi gözlənilir. Dediyimiz Sibir kütləsinin ölkəyə təsir ehtimalı var. Lakin bəzi bölgələrdə isə ölkədə belə deyək də qeyri-bərabər şəkildə hava şəraiti paylanacaq. Bəzi bölgələrdə havanın temperaturu bir qədər ayın 2-sinə 3-ə kimi yüksək, bəzi bölgələrdə isə temperatura əksinə aşağı olacaq. Qax, Zaqatala, Balakən zonasından başlayaraq, Şimal-Qərb bölgəsindən başlayaraq soyuq hava şəraiti, yağıntılı hava şəraiti Bakı Abşeron yarımadasına təsir göstərəcək və ayın 30-u sabah şiddətli külək olması gözlənilir və növbəti dalğa 2-si, 3-ü və 4-ü arasında ən sərt dalğa həmin ərəfədə olacağı gözlənilir. Ayın 2-si, 3-ü və 4-ü ölkə ərazisində olduqca soyuq, istər mərkəzi Aran, istər Aran bütün bölgələrdə temperaturun olduqca aşağı düşməsi və bəzi bölgələrdə temperaturun hətta 10 dərəcədən aşağı düşməsi, 3-5 dərəcə kimi temperaturun enməsi ehtimalı var. Bəzi yerlərdə prosesdən sonra yağıntılar sulu qara və qara da keçə bilər. Lap yüksək dağlı və dağətəyi bölgədə, xınalıq tipli yerlərdə. Digər bölgələrdə isə leysan xarakterli yağışlar olacaq. Bakı və Abşeron yarımadasında həmin günlərdə 2-si, 3-ü və 4-ü tarixlərində, yəni həqiqətən də çöldə üşüyə biləcək bir hava şəraitinin olması, şiddət küləyin olması gözlənilir və rayonlarda Qəbələ, İsmailə, Şamaxı və digər bölgələrdə isə temperaturun 13-14 dərəcə kimi düşməsi gözlənilir. 2-si, 3-ü, 4-ü tarixini diqqətlə yadınızda saxlayın dəyərli dostlar. Ətraflı hər gün yenilənmiş məlumatlar olacaq. Saat 19:00-da sizi canlı yayında gözləyirəm.